Belə bir sualımız var. Bu sualı əgər biz yəni birbaşa çevirib yazmağa çalışsaq, yəni toplayıb yazmağa çalışsaq çox vaxtımız alacaq. Amma biz bunu onluq sayı sistemindən ikilik sayı sisteminə çevirmək üçün 2-nin qüvvəti şəklində yazaq. Burada görürük ki, 2 üstü 1 yoxdur, sadəcə 1 var. Yəni 2 üstü 0 var. Və bu 2 üstü 0-dan əslində yəni 1 də var, amma mən onu sadəcə 1 olaraq saxlayacağam, sonra üstünə gələcəm. Deməli biz bunu necə yaza bilərik? Burada deməli 9-cu yerdə 1 durur, 8-ci yerdə 1. Bunları birləri olduğu kimi düzürük. 8-ci yerdə 7, 6, 5, 4, 3, 2 və 1-imiz yoxdur, 0 və 1. Gəlirik burada həmin bu saxladığımız 1-i onun üzərinə gəlirik. Bu adi ikilikdə toplama qaydası ilə 1-in üstünə 1 gəlirik və 0-ımız yadda. 0 yazırıq, 1 yadda. Və qalan birlər bizə olduğu kimi qalır.